eşyalara falan bakmağa. Diləri də burada özü üçün vlog çəkir Instagrama. Belə bir latte aldım, fındıqlı. Herkes çekiyordu. Herkes vlog. Geldik Zara'nın yeni kolleksiyasına bakmağa. Onu çok beğendim. Özümə bir dənə çəhra renkli samba götürdüm bunu. Məryəmin də var idi. Dedim ana bala ikimiz də eyni geyinək. Qızlarla sağollaşdım. İndi gəlmişəm Məryəmi götürməyə. Sabah Good Friday idi. Birinci gündə Easter bayramıdır. Ona görə 4 gün Məryəm evdə olacaq. Görək başımıza nələr gəlir. Havalar yaxşı olsa, yağış yağmasa, harasa getməyi düşünürəm Məryəmlə bir yerdə. Onu da çəkib vlogda paylaşaram. Çünki buranın təbiəti çox qəşəngdir. Düzdür, ağaclar hələ yaşıllaşmayıb da. Amma yenə də hava qəşəng olanda neçə vaxtı evdə otur, ancaq mola get, gəl. İstər-istəməz adam biraz hava qəşəng olan kimi istəyir ki, gedəsən çöldə gəzəsən. Necə biraz modun yüksəlsin də. Belə. Bu günlərdə ancaq endirimdə olan bir neçə məhsulları aldım. Evə gedəndə onları paylaşaram sizinlə. Yəni bu qədər. Bugünlük bu qədər. Bu kız gidip paltığa girip bütün paltarı, ayakkabısı paltı. Ne ya? Bu ne paltardı böyle? Ha ne oldu? Neylemişsen? Kırmızı. Okay, bye bye. Endirimdən bu məhsulları aldım. Kerastasın bu məhsulunu bitdikcə stokluyuram. Saç tökülməsi, yeni saçların çıxması, saç qırılması falan kimi tipli müsbət tərəfləri var. Çox tərifləmirəm çünki bu bir reklam təklifi ola bilərdi. Neysə, bunu da ilk dəfədə alaram. Görək necə olacaq. Bir də belə bir tester verdilər. Testerın bu night serumu istəyirdim, uzun müddəti yaxşı oldu. Bir də bu maskanı verdilər saç tipimə uyğun. Bir də bu sambanı aldım. Məryəmlə bir yerdə, yəni matching edək. Instagramda qəşəng bir post paylaşmağı düşünürəm. Havalar düzəlsin inşallah. Akşam qonaq gedirik deyə gəlmişəm gül almağa. Bizdə burada süpermarketlərin içində belə gül dükanlar olur. Qız orada mənim gülümü hazırlayır. Qonaq gəlmişik. Çöldə dəhşət yağış yağır. Can balan öskürür. Ne oldu? Hay dedin hay. Maç gönder. Herkese selam. Hi, how are you? Mayim, say hi. No. You have to say hi. Yeni mikrofonum. Aa, bu USB'sidir, burada tüküdür. Məryəmə bir dənə ehtiyacı olan baxtıdan tapşırıblar ki, rainboot, nə bilim, yaxşı anda geyinməyə plaş kimi bir şeylər almaq lazımdır. Cheers. Burada hamısı qarışıqdır. Böyük, Bunu burada kiçik. görmədim ya, Məryəmə aid olan şeylər. Nə axtardın sən? Burada ümumiyyətlə rainbow. Başım bir yağış sezonuna ait paltarlar axtarırsan da, hə? Bura böyük şaplar. Belə şey deyildilər də Məryəmə ki alın. Ay, sağ ol. Burada istədiyimiz yoxdur. Mənə bax bunlardan lazımdır, hə. Yağışda geyinməyə. Çəkmə. Bir də belə. Ayaqqabını çıxart. Gəl ayağını qaldır. Ops.
bu Məryəmin paltarları yaş olacaq. Məryəmə ən azından bir də belə bir şey lazımdır, uzun. Ona baxarıq da, yenə baxarıq. Baxaq, başqa mağazin. Bəyəndin? Arada Məryəm köhnə ayaqqabılarını çıxardıb qoyur vitrinə, təzə ayaqqabılar geyinir, çıxır gedir. Onun belə şeyləri də var. Baxın. Deməli 2026-cı il futbol üzrə dünya çempionatı Kanada, Amerika, Meksikada keçirilir deyənə uşaqlar üçün də formaları alıblar. Good, how are you doing? Gəlibdən birinci gün deyir Məryəm olmayacaq. Qəşəng videolar çəkərik. Məryəmlə video çəkmək çox Məryəmlə çətindir. mümkün deyil. Hə, alınmır. Sən mikrofonu yandırmısan? Yanır deyəsən. Hə, yanır. Neysə, Məryəmə Muddy Buddy, Rain-nə, adlarını unuduram həmişə. Splash, neydi? Belə deyək də, yağış üçün gödəkçə. Hə, onu aldıq, amma Rain bootsları qaldı. Ondakı başqa mağazinə baxmağı düşünür. Sadəcə olaraq indi İslam adıdır, ona görə gedirik yemək yeməyə. Burada qısa idi da, hə, ona görə bəyənmədim. Hə, burada qısa idi, amma çox qəşəng idi. Xoşum gəldi materialından, belə qəşəng idi yəni. Thank you. Bu günlərim adam çoxdur. Səbəbi də odur ki, məktəblər yoxdur, hamı uşaqlar. Menyuda belə bir içki var idi. Bunu sifariş etdim. Dadı biraz şirindir, amma limonaddır da, yəni pis deyil, yaxşıdır. Turş məzəlik də var. Burada ən çox sevdiyim bu Garlic Breaddir. Çox qəşəng. Özlərinin də special yağları var. Ona çəkib yeyirsən, çox dadlıdır. Mən bilirəm, mənə bilə-bilə burada oturtdurmuşsan ki, düşsün başıma, hə? İşimi şansa buraxmıram. Perfect. Thank you. Thank you so much. Mənim yeməyim də gəldi. Mənim yeməyin dadına baxdım, çox dadlı idi. İslamlıqdır da. Ümumi məbləğ 39.51 oldu. Təbii ki, tip də verildi buna. Yəni pis deyil. Kanada kimi bir ölçü üçün məncə çox yaxşıdır bu qədər yeməyə. Hər kəsə salam. Yeni Ümid edirəm sesimiz yaxşı gəlir. Gəlmişik Costco'ya. İkinci evimiz Costco. Burada səbət var imiş. Benzinin qiymətinə 1.76. Əvvəl 1.19-a, 1.14-ə vururduq. Costco'ya girən kimi hansı mallar endirimdədirsə ilk yəni onları qoyurlar bura. Bakıya köçməyi düşünürsən? Costco'dan soram yox. Mən də səni axtarırdım. Mən dünya çempionatına aid olan şeylərə baxıram. Almaq istəyirsən onu? Bunlar limiteddir də, dünya çempionatına görə gəlir. Costco'da bəzi şeylər var ki, illər keçsə də qiyməti dəyişmir. Onlardan biri də bu toyuqlardır. 10 ildir artıq Kanadadayam. 10 ildir bu toyuqların qiyməti 7.99. İstanbul'dan Costco'ya gəlmişəmsə mütləq su alınmalı. Ən çox satılan mallardan biri də bu sulardır. 4.29-adır. Qiyməti çox münasibdir. İçində də 40 dənə olur. Əminənin ən sevdiyi yer. Meyvələrin olduğu yer. Bu göbələyi götürürəm. Göbələk. Costco'da da ən maraqlı şeylərdən biri odur ki, bəzən pulsuz yemək də verirlər burada. Simple kimi. Thank you. Görək bu nədir? Biraz elə bir acılıq var, hə? Spicy. Bir də edamam başqa hər şey var burada. Arxadakı qadın da deyir ki, so spicy. Ədviyyatlıdır prosta. Acılıq var. Acılıq olduğunu bilmirdim. Mən desək ki, burnum düşməsində bir başım düşür. Burada hər şey böyükdür, balaca bir şey yoxdur burada.
Rakos, Doritos, ne gidib nar şirəsi götürübdü. Koreyanın ən yaxşı markaları burada var. Hə? Nə deyirsən? Meryem sana bakın. Meryem. Mamaya bax. Bak. Bunun ayakkabıları tez al. Meryem cheers de cheers. Come. Yine biz gedirik qonaqlığa. Son vlog. Ha. Vlogun sonu. Vlogu burada sonlandırmağı düşünürəm. Əgər bura qədər baxmısınızsa, bizə abunə olub like etməyi unutmayın. İnşallah gələn vloqlarda görüşənədək.